pensiya və maaşlarla bağlı yeni təklif, bankomatlar olmasa rayonlarda bankomatların sayının məhdud olması vətəndaşlar üçün ciddi çətinlik yaradı. Fərqli bankın admininə məsai çıxarmaq isə əlavə komissiya xərclərinə gətirib çıxarır. Bu vəziyyət xüsusilə maaş və pensiya ilə dolanan şəxslərin narazılığına səbəb olur. Komissiyaların ləğvi və ya azaldılması mümkündürmü? Bu bank sektoruna necə təsir edər? Global Info aza danışan iqtisadçı Əkrəm Həsənov deyib ki, bankomatların sayının az olması bankların gəlir və xərcindən asılıdır. Adətən bankomatları müştərinin çox olduğu ərazilərdə yerləşdirirlər. Əsasən böyük bankların adminləri bölgələrdə fəaliyyət göstərir. Bununla bağlı dəfələrlə təkliflər vermişəm. Məsələn, Azərpoçt həm də maliyyə xidmətləri həyata keçirir. Yəni, qurumun səlahiyyətləri xüsusilə kreditlərin verilməsi istiqamətində genişləndirilməlidir. Azərpoçt pul qəbul edir, köçürür, amma kredit verə bilmir. Bunu kiçik məbləğlərlə təmin etmək həm də qurumun gəlirlərini artırar. Lakin belə addım banklar üçün ciddi rəqabət deməkdir. İqtisadçı bildirib ki, dövlət komissiya tariflərinə müdaxilə edə bilmir və bu banklar tərəfindən tənzimlənir.